bütün pisliklərin kökündə insanın nəfsi və məni dayanır. Hubbud dünya rə'su kulli xatiyyətin. Hədislərdə var ki, dünyanı istəmək bütün xətaların başıdır. Dünya istəmək, yəni insan ancaq özünü istəyə, mənfəət pərəst ola, ancaq öz mənfəətini istəyə. Göstəriş verib, göstərişə qulaq asmaq nə deməkdir? İnsanı mənfəət pərəstlikdən çıxartır. İnsan mənfəət pərəst olmur, göstəriş pərəst olur, əmrə itaətə hazır olur. Bax, əsl eşq, əsl məhəbbət budur. Bəzi cavanlar var ki, ola bilər dini, İslamı qoysunlar, getsinlər başqa, məsələn, deyək ki, məhəbbət kilsəsində orada oranı qəbul edib, oranın ayinlərinə yaşasınlar. Bəzən olub, mən çoxdan bir nəfərlə rastlaşanda belə bir hal olmuşdu və deyirdi ki, ora deyir, İslamdan yaxşıdır. Niyə görə? Çünki məscidə gəlirsən, elə hey deyirlər, o olmaz, bu olmaz. Amma orada deyirlər ki, elə hər şey olar. Birdən elə nəsə də günah da olsa gələcəksən bir dənə spirgəni suya salıb sənin üzvə çırpacaq, onunla da hər şey gedəcək. Get həyatını yaşa. Get ürəyin istədiyin kimi yaşa. Amma gəlirsən, girirsən məscidə, din xadiminin yanına, elə o deyir olmaz, bu deyir olmaz. Adam, bəli, biz baxışımız səhvdir. Bu hökmlərə, tapşırıqlara baxışımız səhvdir. Biz belə baxmamalıyıq ki, bu olmazlar çox istəməməkdən və yaxud da qəzəbdən irəli gəlir. Yox, belə baxaq ki, əsl məhəbbətdən və əsl sevgidən irəli gəlir. Allah buyurur ki, bəndəm, səni mən o qədər çox istəyirəm ki, bunu sənə vacib elədim. Ged elə. Allah çox istəyirsən elə, mənə müstəhəb elə də bunu. Vacib niyə edirsən ki? Yox, bu səndə o mən adlı xüsusiyyəti aradan aparacaq. Sən dahi mən deyə bilməyəcəksən. Allahın bəndəsi ilə mehribancasına davranışı, hökmlər, tapşırıqlar mehribancasına davranışın nişanəsidir. Bax, bunu indiyəcən bəlkə də biz eşitməmişdik və yaxud da çox az eşitmişdik. Allahın mehribancasına davranışı əmr və qadağalarlandır. Allah ki deyir olmaz, o olmaz mehribancasına davranışdır. Allah ki deyir mən sənə əmr edirəm, bu sənə vacibdir, eləməlisən, eləməsin boynuva cərimə gələcək. Bu Allahın bəndəsi ilə mehribancasına davranışıdır. Niyə görə deyirik mehribancasına davranış? Mehribancasına davranış elə həmişə sığal çəkməkdə deyil, nəvaziş göstərməkdə deyil. O insanın mənin və təkəbbürün aradan aparır. Bəndəlik deyirlər ən şirin bir məqamdır. İnsanı Allah bəndəlik rütbəsinə ucaltsa nə gözəl. Ən böyük bəndə Həzrət Peyğəmbərdir. Həzrət Peyğəmbərə gecə namazı da vacib idi. Quran buyurur, "Və'bud rabbaka hatta ya'tiyakal yaqin." Yəqin sənə gələnə qədər ki, yəqindən məqsəd ölümdür. Ölüm sənə gələnə qədər Rəbbivə ibadət elə. Sufilər ibadət eləyirlər, bir həddə çatandan sonra ibadəti qoyurlar kənara. Amma əslində məqama çatanlar daha çox tapşırıq almağa ehtiyaclanırlar. Və kim ki çox məqama çatır, ən çox tapşırıq da ona gəlir. Diqqət edin bu cümləmə. Məqama ki kim çox çatır, ən çox tapşırıq ona gəlir. Peyğəmbərə, məsələn, sənə mənə tapşırıq gəlib 17 rəkət namaz. Amma Peyğəmbərə 11 rəkət gecə namazı da vacib idi. Kim ki məqama çatır, biz elə bilirik ki, onun tapşırığı azalır, vəzifəsi azalır. Yox. Kim ki məqama çatırsa, onun tapşırığı bir o qədər də çoxalır. Daha qəliz tapşırıqlar gəlir. Niyə görə? Çünki məhəbbət çoxalır. Məqam artdıqca Allahın məhəbbəti çoxalır, Allahda da məhəbbət çoxaldıqca hökmlər çoxalır. Bax, bu sözümü bu hissiyə gətirmək istəyirdim. Məqam artanda Allahın məhəbbəti çoxalır və nəticədə Allahın göstərişləri artır.
Allahın göstərişləri artır. Ötən dəfə bir misal çəkdik. Məsələn, kafir İslamı qəbul edib, gəlsə qəza namazları vacib deyil. Amma müsəlman idi, səhlənkarlıq edib qılmamışdı, gəlsə qəza namazları vacibdir. Niyə ona vacib deyil kafirə? Amma müsəlmana vacibdir. Çünki müsəlman İslamda idi deyə kafirlə fərqli olaraq məqam sahibi idi, yəni müsəlman idi. Ona görə də məqamı var, ibadətə gələndən sonra da Allah yenə də tapşırığı qoyur boynuna. Bəziləri elə düşünür ki, mən daha tövbə eləmişəm, yox. Sən kafir olduğun vaxtda məqam sahibi deyildin, məqamın yox idi. Ona görə ki, indi ki məqam tapdın, İslamı qəbul edib ibadətə başladın, o məqamın olmayan vaxtdakı qəzalar sənə vacib deyil. Yəni Allah sənə tapşırığı vermədi. Məsələn, biz amma baxırıq görürük ki, deyirik ya, kaş məsələn elə kafir olaydım, bəxtəvər kafir. Biz belə düşünərik. Bəxtəvər kafir, qəzalar ona vacib deyil, amma mənə vacibdir. Biz onu bəxtəvər sayırıq özümüzə nisbət. Amma bəxtəvər bizik ki, bizə vacib olub, bizə vacib olub. Görürsünüz, baxışımız nə qədər fərqlidir? Birini görəndə ki, məsələn, mən oruç tutmuşam, birini görəndə ki, məsələn, bu səfərdədir, ya üzürlü səbəbdən tuta bilməyib, deyib, xoş sənin halı var, mən burada aclıqdan, susuzluqdan əziyyət çəkirəm. Amma bəxtəvər sənin halı var ki, sən yiyirsən, içirsən özün üçün. Əgər bir adam belə baxdısa ona, deməli, hökmə baxış hələ mənfidir. Allah bizim baxışımızı hökmə qarşı daha da müsbət mənada dəyişsin ki, bizim baxışımız o cür olmasın. Biz tapşırığı alanda, deyək ki, necə bəxtəvər insanıq, birindən tapşırıq götürüləndə onu bəxtəvər saymayaq. Birinin ki, məqamı qalxdı, məqamı qalxdıqca, sufilər kimi deyil ki, göstəriş geçsin. Məqam qalxdıqca göstəriş artır.